Heydər Əliyev dahidir. Kimə dahi deyirlər? Dahi kimdir? Dahi o kəsdir ki, onun keçmiş üçün dediyi söz düzdür. Onun bugün üçün dediyi söz düzdür. Onun gələcək üçün dediyi söz düzdür. Heydər Əliyev, buna isə aforizm deyirlər. O boyda Rusiyanın başçısı Brejnev bir-iki aforizm oldu. Heydər Əliyev ilə təhsillə bağlı 125 aforizm var. Bir ikisini deyim, onun dahilini sübut edir. Hələ Naxçıvanda olanda, hakimiyyətə gəlməmiş. O deyirdi, əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar. Bu sözə baxsanda bu dünən üçün düzdür. Bugün üçün, gələcək üçün düzdür. Deməli, onda bu sözü deyən adama biz dahi deyə bilərik. Və yaxud da məndən qabaq Mehriban xanım danışdı, mən də təhsil edəcəm. Deyir, bizim dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrənməyimizdən asılıdır. Bu söz dünən üçün düzdür, bugün üçün düzdür, gələcək üçün düzdür. Və yaxud da onun başqa bir dahi sözü, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır. Bu söz dünən üçün də düzdür, bugün onun dahi bir şəxsiyyətdir. Dahi bir şəxsiyyət haqqında söz məsuliyyətlə biz deməliyik. Heydər Əliyev eyni zamanda tarixi bir şəxsiyyətdir. Tarixi şəxsiyyət kimdir? Baxın, tarixə baxın, geri dönün baxın. Atatürk tarixi şəxsiyyətdir. Niyə? Çünki Osmanlı İmperiyasının Türkiyə Cumhuriyyətini qurdu. Lenin tarixi şəxsiyyətdir. Niyə? Çar Rusiyasının üstündə bir dövlət qurdu. Adenauer tarixi şəxsiyyətdir. Dağılmış, uduzmuş Almaniyanın üzərində yeni bir dövlət qurdu. De Gaulle tarixi şəxsiyyətdir. Uduzmuş Fransanın əsasında Heydər Əliyev də tarixi şəxsiyyətdir. O, müstəmləkət şəraitində yaşamış Azərbaycandan bir dövlət düzəltdi, bizə verdi.